Yolu keçmək istəyən piyada avtobusun altında qalıb. Ağır qəza ötən gecə Xəzər rayonu Binə qəsəbəsində Südçülük massivində baş verib. Qaraqaraya metro stansiyası ətrafından Binə qəsəbəsinə hərəkət edən 160 saylı marşrut avtobusu yolu keçmək istəyən qadını vurub. Ağır qəza nəticəsində şəxsiyyəti məlum olmayan orta yaşlı xanım elə hadisə yerindəcə keçinib. Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır. Gecənin başqa bir qəzası Suraxanı rayonu Hövsan yolunda olub. Burada avtomobilini yüksək sürətlə idarə edən sürücü idarəetməni itirərək maşını aşırıb. Hadisə nəticəsində yoldan 200 metr aralı düşən avtomobil tamamilə yararsız hala düşüb və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səhər paytaxtın Nərimanov rayonu Əlövsət Əbdülrəhimov küçəsində isə idarəetməni itirən qadın sürücünün avtomobili yol kənarında dayanan iki maşını əzib. Qəza zamanı yüngül xəsarət alan qadın sürücünün avtomobili ilə digər avtomobillərdən birinə xeyli maddi ziyan dəyib. Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəsarət alan qadını xəstəxanaya aparıb. Əzilmiş avtomobillər isə polis tərəfindən cərimə meydançasına aparılıb.